Çok güzel bir şey beğenmiştim. Çok heyif ki ben onu sona çatdıra bilmədim. Qarışıqlıq oldu, heç özünü də götürə bilmədim. Necədir işlərimiz, ümid edirəm qaydasındadır. Son vaxtlar tərəziyə heç çıxmamışam, çəkmirəm özümü. Amma ən son çəkəndə həmişə olduğum kilodan bayağı neçə kilogram yüksək idi, neredeyse 5 falan. Aslında hər həftə çəkilməkdə fayda var, nə bilim. Fərqi yoxdur, günün məncə fərqi yoxdur, amma səhər ac qarnı olmalısan və tuvalet ihtiyacını gidərədikdən sonra çəkməlisən. Normal yuxu yatmalısan, yəqin ki o da şərtdir. Nə deyirdim? Son vaxtlar əslində ödəmin, düzdür, burnum bəlli səbəbdən belə böyüyüb, sanki sonra balacalaşmır. İndi görək də ödəm gedər getməz. Bədənimdə şişin azaldığını əslində biraz deyirəm. Ümumiyyətlə özümü yaxşı hiss etməkdə. Ən xırda şeydən götürün ki, ip atlamıram. Deyim, dəhşət tempolu yürüyüşlərdə, yəni nəyəm, heç o da yoxdur. Yürüyüş giyimim belə yoxdur. O da bir ayrı konudur. Mədən dolu olanda heç yeriyə bilmirsən, nəsə bir problemin olanda. Yerlənə bilmirsən, kaçelidə, salıncaqda, yerləncədə. Başqa nə edə bilmirsən? Yəni ki, 70'ə düşmək hələ də xəyal olaraq qalır. Sağlam bir şəkildə uzun bir zamana yayaraq. Deyim ki, belə dəhşət zamanım var. Çox illərim qalıb. Yox, elə bir yaş dövrüdür ki, yəni bundan sonra əslində hamı özünü üfürə saxlayır. Kilo konusunda, sağlamlıq və digər sahələrdə. Bir var, indiyəcən sağlam olasan, sonra üfürə özünü saxlayasın. Bir də var ki, kilo zaten bərabərində çox böyük iltihabdır, inflamasyondur, hər şeyi gətirir. Çoxdan da inflamasyon sözünü bizim zehnimizə yerdən, doktor da dinləmirəm bu arada, nə danışıb yeniliklərdən və özünə aid olan, olmayan bütün konulardan. Arada nəsə rast olmuram videolarına, bəzən də baxmırdım, bezmişdim. İndi görək nə araşdıra bilirik, hansı mövzunu.